2023-cü ilin iyun ayında keçirilən imtahanda istifadə olunan suala baxırıq. Deməli, vurğu ilə bağlı sualdır. Birinci, ikinci və üçüncü hecədə olan sözləri istəyir. Gəlin baxaq. Parametr. Deməli, uşaqlar, biz vurğunu tapmaq üçün nə edirdik? Hər hecanı vurğulu deməyə çalışırdıq. Hansı hecanı vurğulu deyirsənsə və o sözün tələffüzü düzgün səslənirsə, deməli, vurğu oradadır. Parametr demirik, eləmi? Parametr. Parametrləri kompüterin. Parametr. Deməli, vurğu harada olacaq? 2-də. Parametr demirsən. Bu oldu ikinci heca. Demək, bura B. Sonra qəhqəhə, qəhqəhə, qəhqəhə. Vurğu hardadır? Ən sonda. C. Demək, üçüncü hecada. A qaldı ki, miqrasiya demirsən, miqrasiya deyirsən. Miqrasiya yox, miqrasiya. Miqrasiya, miqrasiya alınmır. Demək, vurğu hardadır? Miqrasiya. Rasiya, A-nı şey deyirsən. İkinci heca, eləmi? Bura qoyacam. D-də natamam. Uşaqlar, baxın, birincisi uzun tələffüz olunur. Natamam demirsən sən, natamam deyirsən, A-nı uzadırsan. Vurğu da düşür axıra. Natamam demirsən, natamam. Üçüncü hecaya vurğu, bura qoyacam. Kompleks də birinci hecada. Kompleks deyil, kompleksdir. Demək, bu da oldu Y. 1Y, 2BA, 1Y, 2AB, 3CD cavab olacaq D var.